Sual belədir ki, ana əsəbləşəndə uşaqlarına bəddua edir, əsəbi keçəndə peşman olur. Qorxur ki, bədduası qəbul olar, əsəbi anda bəddua qəbul olunur. Cavab odur ki, ananın istərsən qəzəbli halda olsun, istərsən qeyri-qəzəbli övladlarına bəddua etməsi haramdır. Çünki hətta qəzəbli olsa belə, bəli, ola bilsin ki, duaların qəbul olunan vaxtına düşsün, həmən etdiyi bəddua qəbul olunsun. Və buna dair də olmuş hadisələr də çoxdur, elm əhli gətirirlər. Ananın, atanın övladına olan bədduası xüsusən də ən tez qəbul olunan dualardandır. Hətta qəzəbli halda olsa belə. Ona görə salihə ana, salihə qadın həmişə dilini xeyir duaya öyrətir. Hətta əsəbləşəndə belə. Ən azından şər söyləmir. Çünki Peyğəmbər s.ə.v buyurur, sizdən kim Allah və axirət günə inanırsa, ya xeyir danışsın, ya da sussun. Bir insan heç zaman sevdiyinə bəddua etməməlidir. Və xüsusən də ağıllı insan heç zaman elə bir şeyə addım atmamalıdır ki, ondan sonra peşman olsun. Və tövsiyəm odur ki, müsəlman, möminət analar ağızlarını, dillərini həmişə yaxşı sözə alışdırmalıdırlar. Qəzəbli hallarında da, rahat hallarında da. Və qorxmalıdırlar ki, ağızlarından çıxan duaların hamısı, hətta qəzəbli olsa belə, övladlarına qarşı olsa belə qəbul oluna bilər. Və belə olduğu zaman da özündən başqa sonra kimisə qınamasın. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.